Salam, hər vaxtınız xeyir olsun əziz şahirdlərimiz. OTK-nın 8 və 9-cu siniflər üçün təşkil etdiyi sınaq imtahanı nömrə 4 riyaziyyat suallarının izahlarına baxırıq. Deməli, ilk sualımız belədir ki, verilən bərabərliyə əsasən A-nın qiymətini tapın deyir. A-nın qiymətini tapmaq üçün əvvəlcə dairə ilə kvadratın qiymətinə baxaq. Dairənin qiyməti vurğulara ayırma şərtinə görə 6-ya bərabərdir. Kvadratın qiyməti isə x vur x plus 1, yəni x kvadrat plus x ifadəsinə bərabərdir. Birinci ifadənin açılışını yazaq. Deməli olacaq x kvadrat plus x plus 6 plus a. Bu şəkildə verilən ifadənin digər tərəfin açılışını yazaq. Olacaq x-in kvadratı plus 6x olmalıdır. X kimi yazsaq, üzərinə 5x əlavə etməliyik. Plus 3-ün kvadratı 9 eləyir. 6 varımızdır. Deməli 6 plus 3 şəklində yazırıq. Bunları yazdıqdan sonra bizə lazım olanlar nələrdir? X kvadratları və x-ları islah edək. 6 hissəsini islah edək. Yerdə qalan ifadə A-nın qiymətini verir. Yəni 5x plus 3. E variantı. Şəkildə verilmiş parçalardan hansısı 3-ü heç bir üçbucağın tərəfləri ola bilməz? Şərtə əsasən üçbucağın tərəflərinin ala biləcəyi qiymət digər iki tərəfin cəmindən kiçik, fərqinin modulundan böyük olmalıdır. Burada M-ə baxsaq, N-ə baxsaq, bir də P-yə baxsaq, bu 3 deməli ədəd, yəni 5, 7, 12 üçbucağın tərəfləri ola bilməz. Səbəbi isə 13-ün 5 ilə 7 cəmindən böyük olmazdır. Əgər bu üçbucağın tərəfləri olsaydı, 13 5 ilə 7 cəmindən kiçik olmalıydı. Bu isə şərtə ziddir. Deməli M, N, P, D variantı olur. Keçən növbəti sualımıza. Deməli, ifadəsinin qiymətini tapın deyir. 120 ilə 72-nin hasilini əbov vur əkob kimi yazsaq, əbovları ixtisar aparıb yerdə qalan ifadə əkobun qiymətini tapmaqla cavablandırmaq olar. Deməli, 120 24 vurulsun 5-dir, 70-i 24 vurulsun 3-dür. 24-ü qarşıya çıxarsaq, əkobu tapsaq, 5 ilə 3, 5 ilə 3, deməli, 5 ilə 3-ün hasili 15 eləyir, 15-i də vururuq 24-ə. 15-i vururuq 24-ə və alınan cavabı yazırıq. 360. A variantı. Aşağıdakı ədədlərdən hansı 0,15 ilə 5-dəki ədədləri arasında deyil? 5-dəki 0,4-dür və yaxud da ki 0,40 kimi də düşünmək olar. 0,15, 0,40. Deməli, arasında deyil deyirsə, 0,5 bizə adi kəsici kimi yazsa, deməli %15-dir. 5-ə ixtisar aparsaq, 20-də 3-ü də verir. 20-də 3, digəri 5-də 2-dir. Bunu 20-də 4 kimi də yazmaq olar. 20-də 7 bu aralıqda deyil. Bunu görür ki, diqqət edək, bir də baxaq. Deməli, 0,15, %15-dir. 5-ə ixtisar apardıq. 20-də 3 oldu. 5-də 2-ni deməli 4-ə vurduq. 4-ə vuranda 8 olur. Üzrlü sayın. Deməli, 5 4-ün 20, 2 4-ün 8 olmalıdır. 20-də 7 bu aralıqdadır. Bu doğrudur. Sonra 10-da 3-ü məxrəcini 20 yazsaq, 20-də 6 olur. Bu aralıqdadır. Bu da deyil. Sonra digərinə baxırıq. 5-də 1. Bunu məxrəcini 20 yazsaq, sürəti 4 olacaq. Bu da bu aralıqdadır. Yerdə qalır 3-də 1 və 3-də 2. 3-də 1-in qiyməti təxmini olaraq 0-dan dövrdə 3-lər şəklində davam edir. Digəri isə bunu digərini yazsaq 3-də 2 0-dan 6-lar olacaq. 33 0-dan %15-dən böyükdür. Deməli 0-dan %40-dan kiçikdir bu verilən qiymət. Ona görə bu aralıqda olur. E variantı 0-dan deməli dövrdə 6 yazsaq, bu 3-də 2 həmin verilən aralıqdan kənarda yerləşir. Ona görə doğru cavabımız E variantı olur. Hansı şəkildə və yaxud da şəkillərdə verilənlərə görə A ilə B paraleldir? Paralel olması üçün verilən şərtlərə əsasən hər ikisi iti bucaq olarsa bərabər, hər ikisi kör bucaq olarsa bərabər, biri iti, biri kör bucaq olarsa o zaman cəmi 180 olmalıdır. Baxırıq birincidə, biri iti, biri kör bucaqdır. Deməli cəmi 180 olmalıdır paralel olması üçün, amma deyil. Demək ki, biri götürmürük. Hər ikisi iti bucaq olduğuna görə ikincidə bunlar bərabər olmalıdır. Bu doğrudur. Götürürük. Sonra baxırıq üçüncüdə. Hər biri iti bucaqdır. Biri 70, biri 60-dır. Fərqlidir. Demək ki, bu da olmur. Yalnız 2. E variantı. Növbəti
Çox hədisində B-nin yerinə -1 yazsaq, alınan soadın əmsalları cəmini tapmaq lazımdır. Yazsa birincidə olacaq -14a kvadrat, sonra plus 5a, sonra plus 6a, minus 1. Əmsalları cəmin deyirsə, sadəcə bu a-ları silirik. Hərf olan hissədə. Çünki hərflərin yerinə 1 yazmalıyıq. Bir də yazdıqda elə deməli gördüyümüz ifadə alınacaq. -14-ün üzərinə 5 gəlir, -9 üzərinə 6 gəlir, -3, -3-ün 3-dən 1 çıxırıq, olur -4. D variantı. Alfa və beta qonşu bucaqların dərəcə ölçüləri natural ədədlər olarsa. 3 alfa plus 2 beta ifadəsini ala biləcək ən kiçik qiyməti tapın. 3 alfa plus 2 betanı alfa plus 2 alfa plus 2 beta kimi yazsaq, sonra alfa plus 2 vurulsun alfa plus beta kimi yazsaq, bizə şərt verir ki, deməli alfa ilə beta qonşu bucaqlar. Deməli cəmi 180-dir. Alfa plus beta cəmi 180-dir. Və 180 2-yə vursaq 360, bu ifadə 360 dərəcə alınır. Alfa natural ədədlərlə ifadə olunur. Ala biləcəyi ən kiçik qiyməti axtarsaq 1 yaza bilərik və cəmini tapsaq 361 dərəcə. Sonra ABC bucağında AC bucaqlarının tənbəlləri D nöqtəsində kəsişir və 110 dərəcəli bucaq əmələ gətirir. Bucaq B-nin qiymətini tapmaq lazımdır. Deməli, yerdə qalan X-la Y götürək bunu. X-la Y-in cəmi bizə nə verir? 180 çıxılsın 110, yəni 70 dərəcə. X-la Y-in cəmi 70 dərəcə. Sonra isə 2 dənə X var. 2-yə vuraq hər tərəfi olacaq. 2 vur X plus Y olacaq 140 dərəcə. Biz isə tapmalıyıq B bucağını. B bucağını tapanda 180-dən gördüyümüz bu ifadəni. Yəni 140-ı çıxırıq. 180 çıxılsın 140 dərəcə. Cavab 40 dərəcə olur. A variantı. 39-cu sualda deyir, A-nın qiyməti məlumdur. İfadəni A ilə ifadə edir. 5-də 4-ü yazaq. 1 çıxılsın 5-də 1. 18-də 17-də 18-i yazaq. 1 üstə gəlsin 17-də 1. Birləri toplasaq eləyəcək 2. Çıxılsın. Qruplaşdırsaq 5-də 1 çıxılsın 17-də 1 olur. Bu da bizə verəcək A-nı və nəticədə cavab olacaq 2 minus A. C variantı. Ədəd oxunda -5 ədədindən 15 vaid məsafədə yerləşənlərin cəmini tapın. 15 vaid məsafədə solda axtarsaq çıxırıq -20 eləyir. Sağda axtarsaq toplayırıq 10 eləyir. Bunların cəmi isə -10 verir. 4 üstü 8 ədədinin yarısı aşağıdakılardan hansıdır? 4 üstü 8, 2 üstü 2 üstü 8-dir. Yəni belə yaza bilərik bunu. Bu olacaq 2 üstü 16. Bu ədədin yarısını tapanda 2-yə bölürük. 2-yə böləndə 16-dan 2-dən birini ixtisar aparır, qalır 15 dənə 2. E variantı. Şərtini deyən AB2 rəqəmli ədədinin rəqəmləri cəmini tapın. Sol tərəfin açılışını yazsaq 10A plus B olur. Bərabər 3A plus 4B. 10A-dan 3A çıxsa 7A qalacaq. 4B-dən B çıxsaq 3B qalacaq. Deməli, burada A-nın qiymətinə 3, B-nin qiymətinə 7 deyə bilərik. Bizdən cəmini istədiyinə görə, deməli, 3 ilə 7-nin cəmini tapırıq, 10 eləyir. E variantı. A tək ədəddir, B cüt ədəddir. Deməli, ifadələrin hansı cüt ədəd olar? Deməli, A-nın yerinə tək yazırıq. Üstə gəl. 3-ü cütə vuranda cüt alınır. Bunları toplasaq cavab cüt eləyəcək. Daha doğrusu tək eləyəcək. Bizdən istədiyi nə idi? Cüt ədəd olmaz. Deməli, bu deyil. 2-ni vururuq, tək ədədə olur cüt ədəd. Üzərinə əlavə edirik. B-nin özü də cüt ədəddir. Toplasaq cavabımız cüt ədəd eləyəcək. Deməli, bu olur. Mümkündür. Tək ədədin kvadratı təkdir. Cütün kvadratı cütdür. Toplasaq cavabımız tək olacaq. Bu da deyil. Bizdən hansının cüt olmasını istəyir? Yalnız 2-dir. D variantı. ABC üç bucağının B təpəsindəki çəkilən hündürlüyü bu təpədəki bucağın dərəcə ölçüləri 17, 38 dərəcə olan 2 bucağa ayırır. Deməli, ABC-də B bucağından çəkilən hündürlük bu təpədəki bucağı dərəcə ölçüsü 17, bir də 38-ə ayırır. Bizdən istədiyi nədir? A ilə C-nin fərqini tapmaq. Tutaq ki, bu X olsun, bu Y olsun. Bunların fərqini tapmaq lazımdır. X-in qiymətini taparkən nə edirik? Deməli, bunun sağ tərəfdə 90-dır. Verilən 2 dənə daxili bucaq qonşu olmayan xarici bucağa bərabərdir. Deməli, buradakı 90-dan, gördüyümüz 90-dan çıxırıq 17-ni, X-in qiymətini tapırıq.
olacaq, deməli 73 dərəcə. Y-in qiymətini tapanda isə yenidən 90-dan çıxırıq 38 dərəcəni, olacaq, deməli 52 dərəcə. 52 dərəcə və bizdən bunların fərqini istəyir. 73-dən də 52-ni çıxırıq, qalır 21 dərəcə. B variantı. A-nın qiyməti B-nin və C-nin qiymətləri verir. Müqayisə istəyir bizdən. Müqayisədə necə edirik? A-nın qiymətini yazsaq 0, 5, 2, 3, sonra yenə 5, 2, 3-dür. B-nin qiymətini yazsaq 0, 5, sonra 2, 3, 2, 3-dür. C-nin qiymətini yazsaq 0, 5, 2, sonra 3-lərdir. Baxırıq nəyə? Bizə verilən müqayisədə 5-lər var, eynidir, 2-lər, eynidir, 3-lər, eynidir. Sonra bu 5 digər hamısından böyükdür. Sonra gəlir 3, C, sonra isə 2, bu da B-ni verir. B, C, A ifadəsi olmalıdır. Cavabımız E variantı. Mütləq qiyməti 4,6-dan kiçik olan, mütləq qiyməti 4,6-dan kiçik olan neçə dənə tam ədəd var? Bu şərti ödəyən ədədlər, deməli, mənfi 4,6 ilə müsbət 4,6 arasında yerləşir. Bu şərti ödəyən tam ədədlərin sayı 9 ədəddir. 9 ədəd. Alıcı hər birinin qiyməti 80 manat olan köynəklərdən 4 ədəd aldı və ona ikinci köynək üçün 20%, deməli, birinci köynək 80 manat. Sonra ikinci köynək 80 manat 20% endirim olunub. Deməli 80%-in 80 manatın 80%-ni alınıb. Bu da 64 manat edir. Üçüncü isə və dördüncü 30% endirimli alınıb. Deməli 70% qiymətini alınıb. 80-70%-i 56, dördüncü də 56. Bizdən istədiyi nədir? Deməli alıcı ümumi neçə manat ödəniş etdi? Deməli 80-nin üzərinə əlavə edirik 64-ü və 2 dənə 56-nı. 256 manat. 256 manat. Deyək ki, ABC nisbətləri 4, 5, 7 olarsa ifadənin qiymətini tapın. A-ya 4x, B-yə 5x, C-yə 7x desək, C ilə B-ni topluyoruz. Deməli 5x plus 7x bölünsün. A-nın qiyməti 4x-dir. Toplasaq 12x-i bölürük 4-ə. X-lar x-lar gedir. 12-ni 4-ə bölündə cavab 3 edir. Uyğun tərəfləri paylanan iki bucağın dərəcə ölçüsü 4-5 nisbətindədir. Uyğun tərəfləri paylanan bucaqlar ya bərabər ya da cəmi 180 olur. 4-5 nisbəti veribsə deməli fərqlidir və cəmi 180 olmalıdır. Deməli edəcəyimiz nədir? 180 bölək 4 ilə 5-in cəmi 9-a edəcək 20 dərəcə. Kiçik bucağın dediyinə görə 4-ü vuruq 20-yə, cavabımız eləyəcək 80 dərəcə. Doğru cavab 80 dərəcə. Bir həddisinin dərəcəsi 34 olarsa, dərəcəni tapanda hərfin üzərindəki ədədləri toplamaq lazımdır. 2 plus B-nin qüvvəti yoxdur, 1 götürür. C-nin qüvvəti 2n plus 3 olur. Cəmini 34-ə bərabər yazırıq. 2-nin qiyməti bərabər olacaq. 34 çıxılsın. Deməli 2, 1, 3 cəmi, yəni 6 eləyəcək 28. N-i tapsaq cavab 28 bölü 2, 14 eləyir. Xarici bucaqlar 5, 6, 7 nisbətində olan 3 bucağın ən kiçik daxili bucağının dərəcə ölçüsünü tapın. Xarici bucaqlar 5, 6, 7 isə toplayırıq. 13, 18. Deməli 360-ı bölürük 18-ə. 18 eləyirik 20. İndi biz kiçik daxili bucaq axtarırıqsa böyük xarici bucağı götürməliyik. Çünki onlar qonşu bucaqlardır. 7-ni vurursan 20-yə eləyir 140 dərəcə. 140 dərəcə. Və 180-dən çıxırsan 140 dərəcəni kiçik daxili bucağı bizə verəcək 40 dərəcə. Doğru cavabımız 40 dərəcə. AB məhsulların duzluğu, məhlulların duzluğu uyğun olaraq 40% və 20%dir. 300 qram A məhlulu. Deməli 300 qram A məhlulu götürürük. Bunun faizi 40%dir. Sonra B məhlulunu qarışdırmaq lazım. Neçə qram B məhlulu? O zaman X götürürük. B məhlulun faizi 20%dir. Qarışdırmaq lazımdır ki, nə alınsın? Duzluğu 36% olan ifadə alınsın. Bu nəticədə qarışdıranda X plus 300 olacaq. Bunun faizi 36%dir. Bizim edəcəyimiz nədir? Deməli, X-in qiymətini tapmaqdır. X-in qiymətini tapmaq üçün nə edirik?
20-ni vuruq x-ə olur 20x. Üzərinə əlavə edirik. 300-ü vuruq 40-a eləyəcək 12.000 bərabərdir. 36 vurulsun x plus 300. X plus 300. Deməli, bunu sadələşdirərkən nə edirik? 36-nı x-ə vurub 20x çıxır, qalır 16x bərabərdir. 36-nı vururuq 300-ə. Sonra alınan cavab 12.000-dən çıxırıq həmin cavabı. 12.000-dən çıxırıq həmin cavabı edir 1200. X-in qiymətini taparkən 1200-ü bölürük 16-ya. Doğru cavabımız 75. 75 qram olur. Bir də baxaq. Deməli, 300 qram A məhlulu götürüb 40%-dir. X qram məlum deyil nə qədər götürülməyi. Faizi 20%-dir. Sonra bunlar qarışdırmaq lazımdır. Qarışdırdığımıza görə toplayırıq. Yəni cəmini tapırıq. X plus 300 olur. Sonra bu alınan yeni məhlul 36%-dir. Edəcəyimiz nədir? Deməli, 20-ni x-a vururuq, 300-ü 40-a vururuq və toplayıb 36-nı vururuq x plus 300-ə. 36-nı x-a vurduq. 36x çıxdığı 20x bərabər oldu 16x. Sonra 36-nı vurduq 3-ə, daha doğrusu 300-ə. Cavabımız elədi 10.080. Sonra 12.000-dən çıxdıq 10.080-i. 1200-dən 16-ya böldü. Cavabımız 75 qram edir. Sonra 53-cü sualda 4 rəqəmli ədədi 12-yə bölünür. A-nın mümkün qiymətlərinin sayını tapın. 12-yə bölünməsi üçün deməli 3-ə və 4-ə bölünməlidir. 4-ə bölünməsi qaydası son 2 rəqəmi 4-ə bölünməlidir. Deməli B-nin yerinə yaza biləcəyimiz ədəd 2-dir. Sonra 6-dır. Başqa qiymət deməli yaza bilmək. Çünki artıq B-nin ala biləcəyi 2 dənə qiymət var burada. Bu qiymətlər əsasən də bizim ədədlərimiz olur necə? 5, A, 3 və bir dəfə 2 olacaq. Bir dəfə 6 olacaq. 5, A, 2 və daha doğrusu 3 və 6. Bu ifadələr üçün A-nın mümkün qiymətlərinin sayını tapın. Deməli, edəcəyimiz nədir? Birinci ifadədə deməli 4-ə bölünür artıq 3-ə bölünməsi üçün hesablama aparırıq. 3-ə bölünərkən rəqəmləri cəmi 3-ə bölünməlidir. 5, 3, 2 toplasaq 10 edir. A-nın yerinə yaza bilərəm. 10 üzərinə 2 gələ bilərəm, 5 gələ bilərəm və 8 gələ bilərəm. Birinci ifadədə A-nın qiymətləri bunlardır. İkinci ifadədə 5, 3, 6, 11, 3, 14 eləyir. 14-ün üzərinə 1 gələ bilərəm ikinci ifadə üçün. 4 əlavə edə bilərəm, bir də 7 əlavə edə bilərəm. 3 dənə də qiymət burada olur. Bizdən istədiyi nədir? A-nın mümkün qiymətlərinin sayını tapın. Sayı 6 ədəd. Keçək növbəti sualımıza. Deməli, A-nı verir, B-nin qiymətlərini verib, çox adi şəklində. Deyir, Weyler-Venn diaqramında qeyd edin. A-nı vurğulara ayırsaq, olacaq x vurulsun, x minus 9. Sonra B-ni vurğulara ayırsaq, x minus 9, x plus 9. Deməli, x minus 9 hər ikisində var. Ona görə bunların mərkəz hissəsinə x minus 9 yazılacaq. Sonra A-nın yalnız A-ya daxil olan x-dır. Yalnız B-yə daxil olan x plus 9 ifadəsidir. Keçək növbəti sualımıza. Deməli, AC, DE düz xətləri F nöqtəsində kəsişir. Əlavə olaraq BYF bu bucaq bərabərdir FCD-yə. Bu bucağa bərabərdir. Sonra YBF bu bucaq bizə verib 3x plus 20 dərəcə. Sonra CDF bu bucağı bizə verib 7x çıxılsın 20 dərəcə. ABE bucağının dərəcə ölçüsünü istəyir. Çöldəki bucağın dərəcə ölçüsünü istəyir. Biz bilirik ki, bu bucaqlar qarşılıqlı bucaqlar deyə bərabərdir. Digər bucaqlar da bərabərdir. O zaman yerdə qalan B bucağı ilə D bucağı da bərabər olacaq. Yəni 7x minus 20 bərabər olacaq 3x plus 20-yə. 7x-dən 3x çıxsaq 4x, 20-ləri toplasaq 40 dərəcə. X-in qiyməti olacaq, deməli 40-ı 4-ə böldük 10 dərəcə.
X-in qiymətini tapdıq. İndi bizə lazım olan nədir? Çöldə bucağı tapmaq. 3x plus 20-nin qiymətini yazsaq. 3-ü 10-a vurub üzərinə 20 gəlir, 50 dərəcə eləyir. Deməli, qonşu bucağını tapsaq, olacaq 180 - 50, 130 dərəcə.